Nə qədər xahiş elədim, nə qədər iradımı bildirdim ki, buraxın da məni, mən tutaq deyiləm, axı, məni niyə saxlayırsınız? Vəkil Nazim Musayev iyulun 28-də 16 saylı cəza çəkmə müəssisəsində təzyiqlə özləşdiyini, müəssisə əməkdaşlarının onu zorla otaqda saxladığını və sənədlərini əlindən aldıqlarını deyir. Onun sözlərinə görə, hadisə hüquqlarını müdafiə etdiyi Elmir Sadıqovla görüşdən sonra baş verib. Vəkil, müvəkkilinin son bir ay ərzində davamlı olaraq cərimə kamerasında saxlanılması barədə məlumatları araşdırmaq üçün cəza çəkmə müəssisəsinə gedib. Onun sözlərinə görə, görüşdən sonra onu məcburi şəkildə otaqda saxlayaraq qapını bağlayıblar və çantasındakı sənədləri bir-bir yoxlamağa başlayıblar. Həmin şəxslə bir müddət, təqribən bir saata yaxın ünsiyyətdə olduqdan sonra oranı tərk eləmək istədim. Bu zaman özünü Fərzəliyev soyadı kimi təqdim etmiş bir mayor və başqa bir kapitan, hansı ki onlar bayaqdan qapının arxasında durub gözləyirdilər, sumkanı əlimdən aldı ki, sumkanı yoxlayacaq. Üst başımın yoxlanılmasını yenidən tələb elədim. Sumkamı aldı, qaytarmadı. Ona başa saldım ki, sumkada olan sənədlər Sadıqov Elmirə aid sənədlərdir və o vəkil sirri təşkil edir. Onları yoxlamaq olmaz. Lakin mənim dediyimə əhəmiyyət vermədən bütün sənədləri, sumkanı aldılar əlimdən. Mən buraxılış vərəqəsini götürüb çıxmaq istədim, sumkanı qoyub orada. Çünki artıq gözləmək mümkün deyildi, vaxt yox idi. Bu zaman qapını bağladılar. Buraxmadılar mənim çölə çıxmağımı. Nazim Musayev bildirir ki, otaqdan buraxıldıqdan sonra müəssisənin rəisi İlham Baxşəliyevin kabinetinə gedib. Həmin vaxt qeydlərin yazıldığı vərəqlərin polkovnik Baxşəliyevə təqdim edildiyini görüb. Müəssisənin inzibati binasının ikinci mərtəbəsinə polkovnik İlham Baxşəliyevin olan otağına qalxan zaman çantanı əlimdən almış mayor 2 vərəq sənəd gətirdi. Hiss elədim ki, o mənim sənədlərimdir. Deməli, Sadıqov Elmirlə ünsiyyətdə olduğum vaxtı elədiyim qeydlərdir. Və məndən əvvəl həmin vərəqləri polkovnik İlham Baxşəliyevə təqdim elədi. Polkovnik Baxşəliyev, orada mən də oradan da yazdıqlarımın hamısını bir-bir oxuduqdan sonra götürdü, həmin vərəqləri cırdı, xırda-xırda hissəciklərə parsaladı və atdı zibil yeşiyinə. Daha sonra sən məni görməyibsən, mən də səni görməmişəm. Bax, belə bir ifadə ilə. Ona cavab verəndə ki, axı necə görməmişəm? Siz mənim elədiyim qeydləri, vəkil sirri təşkil edən məlumatları cırıb atırsınız. Yaramaz axı, qanun bunu qadağan edir. Qayıtdı ki, sən də bu rayonda işləyirsən, mən də. Yəni, biraz hədə qorxu ilə belə bir tonda, daha sonra isə yanında olan əməkdaşlarına hiss olunur ki, müavini idi, polkovnik leytenant rütbəsində olan şəxsə və digər əməkdaşlara göstəriş verdi ki, müəllimi yola salın, geçsin. Vəkil hadisə ilə əlaqədar Ədliyyə naziri Fərid Əhmədova və penitensiar xidmətin rəisi Mirsaleh Seyidova şikayət etdiyini bildirib. O, İlham Baxşəliyevin və tabiliyindəki əməkdaşların hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir. Nazim Musayevin səsləndirdiyi iddialarla bağlı penitensiar xidmətdən şərh almaq mümkün olmayıb.